Vaxtınız xeyir. Bu günləri 6-cı dərsin suallarının izahına baxırıq. Başlayaq suallara. Sual 1. Eynəkdən istifadə edən şagird digər şagirdlər tərəfindən gülüş obyektinə çevrilir. Müəllim isə bunu görsə də hər hansı bir reaksiya vermir. Bu situasiyada etik davranış qaydalarından hansı pozulmuşdur? Baxın, biz deyirdik ki, işgüzar nüfuzu müəllim qorumalıdır. Öz işgüzar nüfuzu ilə bağlı müxtəlif hərəkətlərə yol verməlidir və yaxud hərəkətsizliyə yol verməməlidir. Burada isə müəllim nə edir? Öz işgüzar nüfuzunu qorumur. Yəni belə deyək, peşə fəaliyyətini yerinə yetirmir. Müəllimin peşə fəaliyyətini yerinə yetirməməyi insan hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və layiqiyyətinə və işgüzar nüfuzuna hörmət prinsipinə, belə deyək, qaydasına əməl eləməmək deməkdir. Ona görə də burada düzgün cavabımız olur C variantı. Keçək ikinci suala. Müəllim şagirdin valideynlərinin bir müddət əvvəl ona sərt formada tənqidi fikirlər bildirdiyi üçün şagirdin tapşırıqlarını yoxlamır. Bu situasiyada müəllim etik davranış qaydalarından hansını pozur? Baxın, deməli burada bir müddət əvvəl şagirdin valideynləri müəllimə hər hansısa bir irad bildirirlər və bunun tənqidi fikirləri sərt formada bildirir və müəllim buna görə də şagirdlə belə deyək də tərs düşür və şagirdlə tərs düşərək onun tapşırıqlarını yoxlamırsa, müəllim burada qərəzsizlik prinsipini pozmuş olur. Belə deyək, başqalarına fərq qoymaq hər hansısa bir xüsusiyyətinə görə, daha doğrusu şagirdin birinə fərq qoymaq, başqalarından fərqləndirmək hər hansısa bir xüsusiyyətinə görə qərəzsizlik qaydasını pozmağa deməkdir müəllimin. Keçək üçüncü suala. Müəllim şagirdlərin olimpiyadada göstərdiyi yüksək nəticələrə görə mükafatlandırma mərasimi keçirilən zaman jurnalistlər tərəfindən ona verilən sualların cavablandırır daha doğrusu. Bu situasiyada etik davranış qaydalarından hansına əməl olunmuşdur? Baxın, biz deyirdik ki, kütləvi informasiya vasitələrinə doğru və düzgün məlumat vermək, məktəbin hər hansı bir uğuru haqqında, hər hansı bir məktəbdə olan bir, belə deyək də, fəaliyyətlə bağlı məlumat vermək ictimai etimad prinsipinə əməl eləməyimiz demək idi. Düzgün cavabımız olur B variantı. Sual 4. İki müəllim arasında mübahisə baş verir. Hadisənin baş vermə səbəbi araşdırılarkən məlum olur ki, müəllimlərdən biri digər müəllim yoldaşı haqqında olan məlumatları sosial şəbəkələrdə yayıb. Bu situasiyada etik davranış qaydalarından hansılar pozulmuşdur? Deməli, biz iki dənə etik davranış qaydasının pozuntusunu tapacağıq. Gördüyümüz kimi müəllimlər arasında mübahisə baş verir. Biz deyirik ki, müəllimlər təmkinli davranmalıdırlar, səbirli olmalıdırlar. Bu, mədəni davranış qaydasının pozulmağı deməkdir. Müəllimlər deməli burada təmkinli və belə deyək də, səbirli formada davrana bilməyiblər. İkinci bir məsələ isə digər bir müəllim yoldaşı haqqında məlumatları yaymaq. Yəni müəllimin hər hansısa belə deyək də, şəxsi məlumatları ola bilər. Biz hər hansı bir şəxsi məlumatı, kiminsə şəxsi məlumat yayırıqsa, insan hüquqlarına hörmət eləmirik. Yəni insan hüquq azadlıqlarına, qanuni maraqlarına, layiqiyyətinə və işgüzar nüfuzuna hörmət qaydasını pozmuş oluruq. Dedik ki, yuxarıda nə pozulmuşdu? Mədəni davranış pozulmuşdu. Digər hissədə isə dedik ki, insan hüquqlarına hörmət pozulmuşdu. Deməli, bu iki, belə deyək, qaydanın verildiyi variant isə C variantıdır. Sualımızın düzgün cavabı olur C. Sual 5. Müəllim dərs zamanı həmin il yeni nəşr olunan kitabın uşaqların yaş səviyyələrinə uyğun olmadığını və mövzuların əlaqəsiz olduğu haqqında fikirlər bildirir. Deməli, belə deyək də, kitabı istəyir və kitabı istəmək də olmaz. Niyə? Çünki kitab Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanır və çoxsaylı mütəxəssislər həmin kitabı hazırlayırlar. Yəni, burada biz deyirdik ki, hər hansı dövlət qurumu haqqında onun gördüyü işlə bağlı əsassız bir ideyalar, fikirlər irəli sürmək, tənqidi çıxışlar eləmək, loyallıq prinsipini pozmağımız deməkdir. Loyallıq qaydasını daha doğrusu pozmağımız deməkdir. 5-ci sualına görə də düzgün cavab olur A variantı. Sual 6. Müəllim valideyn iclası təşkil edir və iclas zamanı valideynlər müəllimə şagirdlərin tapşırıqlarının sayının çox olmasını və onları yerinə yetirməyə vaxt çatdıra bilmədiklərini vurğulayırlar. Müəllim deyilən fikirləri nəzərə alaraq növbəti dərslərdə tapşırıqların sayını azaldır. Bu situasiyada etik davranış qaydalarından hansına əməl olunmuşdur? Baxın, biz deyirik ki, qoyulan tənqidləri, iradları görmək və bunu dəyərləndirmək. Bu aid olur mədəni davranış etik qaydasına. Bir müəllim mədəni davranış etik qaydasında ona tutulan iradları qəbul etməlidir və o iradları qiymətləndirib aradan qaldırmalı. Əgər düzgün irad bildirilibsə, tənqidi fikirləri aradan qaldırmalıdır. Bu da olur hansı variantda? Olur D variantında. 6-cı sualın düzgün cavabı olur D. 7-ci suala. Sinifə yeni gələn şagird dərsə gecikir. Onun hicablı olduğu üçün müəllim əvvəl oxuduğu məktəblə bağlı müəyyən suallar verdikdən sonra əyləşməsini tapşırır.
Dərslərdə həmin şagirdə sual-cavab etmədiyi üçün onun keçəridən topladığı nəticə müəllimə inandırıcı gəlmir. Bu situasiyada etik davranış qaydalarından hansı pozulmuşdur? Baxın, görürük ki, bir müəllim hicablıdır və uşaq şagird bu hicablı olduğuna görə müəllim ona fərq qoyur. Əvvəlcə gəldiyi məktəblə bağlı müxtəlif suallar verir ki, yəni sən orada necə belə gəzə bilirdin, belə rahat idim sənə falan bu tipli suallar verir və sonra görürsünüz onun keçəridə yığdığı nəticəyə inanmır. Bu tipli situasiyanın olmağı isə göstərir ki, müəllim şagirdə qərəzli davranır, yəni fərq qoyur. Fərq qoymaq, qərəzli davranmaq isə qərəzsizlik prinsipini, belə deyək, qaydasını pozmaq idi müəllimin. 8-ci suala keçirik. Müəllim dərs zamanı şagirdlərdən hər birinin tapşırıqlarını yoxlamır. Daha yüksək nəticəli şagirdlərin tapşırıqlarına baxsa da, digər şagirdlər diqqətdən kənarda qalır. Bu situasiyada etik davranış qaydalarından hansı pozulmuşdur? Baxın, biz deyirik ki, müəllim işgüzar nüfuzunu qorumalıdır. Yəni, öz işini peşəkar formada, düzgün formada yerinə yetirməlidir. Burada isə müəllim yalnızca yüksək, belə deyək, səviyyəli şagirdlərlə, yüksək nəticəsi olan şagirdlərlə işləyir. Zəif səviyyəsi aşağı olan şagirdlərlə isə işləmir. Bu isə düzgün yanaşma olmadığına görə müəllim burada insan hüquq azadlıqlarına və qanun maraqlarına, şərəf fəlakətinə və işgüzar nüfuzuna hörmət qaydasını pozmuş olur. 8-ci sualın düzgün cavabı olur D variantı. Sual 9. Müəllim dərsi ida edən zaman şagirdlərdən biri digər şagird yoldaşı ilə danışaraq müəllimin sözünü kəsir. Müəllim sakit dayanmalı olduğunu bildirsə də, eyni hal təkrarlanır. Müəllim soyuqqanlı davranaraq, sakit formada şagirdə yaxınlaşıb, bir daha sakit dayanmalı olduğunu bildirir. Bu situasiyada etik davranış qaydalarından hansına əməl olunmuşdur? Baxın, burada görürük ki, müəllim bir neçə dəfə şagirdə sakit dayanmalı olduğunu bildirir, şagird isə dayanmır və yenidən müəllim ona yaxınlaşaraq sakit formada, təmkinli formada bir daha sakit dayanmağını istəyir. Bu zaman müəllim nə etmiş olur? Mədəni davranmış olur. Yəni ki, belə deyək, təmkinli və səbirli olmağı müəllimin mədəni davranış qaydasına əməl etmək deməkdir. Ona görə də 9-cu sualın düzgün cavabı olur D. Keçək 10-cu suala. Müəllim son zamanlarda dərslərdə iştirakı aşağı olan şagird haqqında olan məlumatları valideyn iclası zamanı səsləndirmir. İclas bitdikdən sonra şagirdin valideynini saxlayıb onunla bu məsələni müzakirə eləyir. Bu situasiyada müəllimlərin etik davranış qaydalarından hansına əməl olunmuşdur? Baxın, biz görürük ki, burada müəllim neyniyir? Uşağın haqqında olan məlumatları hamının içində valideynə bildirmir. Valideynə bunu təklikdə bildirir. Və biz deyirdik ki, insan hüquq azadlıqlarına, qanuni maraqlarına və şərəf fəlakətinə və işgüzar nüfuzuna hörmət qaydasında biz həm də gizliliyi qorumalıydıq, şəxslər haqqında olan məlumatların gizliliyini, konfidensiallığını qorumalıydıq və gizli olaraq onu belə deyək, saxlamalıydıq. Burada da şagird haqqında olan məlumatlar hər hansısa bir, belə deyək, müəllimi narahat edən məlumatlar var və yaxud da ki, müəllimin hər hansı düşündüyü məlumatlar varsa, və bu məlumatları istəyir ki, valideynlə müzakirə eləsin. Deməli, burada insan hüquq azadlıqlarına hörmət nüfuzunu, belə deyək, hörmət qaydasını yerinə yetirir. Sualımızın düzgün cavabı variantı olur ki. Sual 11. Cəmiyyət və dövlətin marağı naminə işini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. Uyğun olanı tapırıq. Uyğun olan vicdanlı davranışdır. Bu tərifdir, belə deyək, qısa təriflərdir. Və qısa təriflər içərisində cəmiyyətin marağını, dövlətin marağını nəzərə alaraq işini keyfiyyətli və səmərəli yerinə yetirməyə borclu olan şəxs müəllimdir və bu müəllimin vicdanlı davranış qaydasında göstərilmiş, belə deyək, bir cümlədir. Sual 12. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və layiqətini uca tutmağa borcludur. Uyğun olanı müəyyən eləyin. Baxın, biz deyirik ki, ictimai etimad qaydasında müəllim öz peşə nüfuzunu yüksək tutmalıdır. Belə deyək ki, adını, şərəf və layiqətini uca tutmağa borcludur. Əgər hər hansısa bir etik davranış pozuntusu eləyirdisə, onun, belə deyək, təlafisini eləməlidir. Yəni, onun qarşısını almalıdır və o etik davranış qaydasını, belə deyək də, pozduğu etik davranış qaydasının pozduğunu boynuna almalıdır və belə deyək, onu düzəltməyə çalışmalıdır. Bu, ictimai etimad prinsipinin tərifi idi və burada da görürük ki, verilən hissə ictimai etimad qaydasına aiddir. Düzgün cavabımız olur B variantı. Sual 13. Təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və layiqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə yol verməməlidir. Bu isə gördüyümüz kimi insan hüquqlarından danışılır, azadlıqlarından danışılır, işgüzar nüfuza hörmətdən danışılır. Elə adından göründüyü kimi də C variantına oxşuyur verilən nümunə. Burada bir hissə var. İşgüzar nüfuzu ləkələyə biləcək qərarlar qəbul etməməli, hərəkətlərə və hərəkətsizliyə yol verməməlidir.
Bu müəllimlə bağlı olan hissədir. Cümləni oxuyanda biz elə bilirik ki, bu şagirdə o aid olan hissədir. Xeyr, bu müəllimə aid olan hissədir ki, müəllim elə iş görməməlidir ki, onun işgüzar nüfuzu ləkələnsin. Yəni hər hansısa bir deyək sinifdə fəaliyyət eləməməlidir ki, onun işgüzar nüfuzuna ləkə gəlsin. Və yaxud da fəaliyyətsizlik eləməməlidir ki, onun işgüzar nüfuzuna ləkə gəlməsin. Belə, 10-cu sualın düzgün cavabı olur C. Sual 14. Müəllim dərs ili başlayandan bir neçə dəfə valideyn iclası keçirir. Lakin valideynlərdən biri müəllimin dəfələrlə xəbərdar etməsinə baxmayaraq iclaslarda iştirak etmir. Müəllim valideynin bu hərəkətini iclas zamanı digər valideynlərə mənfi örnək olaraq çəkir. Bu situasiyada hansı etik davranış qaydası pozulmuşdur? Baxırıq ki, bax, valideyn iclasa gəlmir və müəllim bunu digər valideynlərin içində həmin valideynin belə deyək, səhv elədiyini vurğulayaraq onlara deyir və bu zaman nə etmiş olur? Qarşısındakı insanın hüquqlarını, azadlıqlarını pozmuş olur. Belə deyək də, onun hüquqlarına və azadlıqlarına hörmət eləməmiş olur. Bu da olur hansı variant? D variantı. Bu sualın düzgün cavabı olur D. Digər variantların yəni heç biri bura uyğun gəlmir. Sual 15. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Biraz yuxarıda bunun haqqında vurğulamışdıq ki, müəllim iradları qəbul eləməlidir, tənqidi fikirləri qəbul eləməlidir, qiymətləndirməlidir və ondan düzgün nəticə çıxartmalıdır. Bu mədəni davranış qaydasına uyğun gəlir və bunun tərifidir. 15-ci sualın düzgün cavabı oldu A. Sual 16. Bir müddətdir ki, şagird dərsə davamiyyətində qeyri-sabitlik müşahidə olunur. Müəllim bu haqda məlumatlı olsa da heç bir tədbir görmür. Üzr istəyirəm. Bu situasiyada hansı etik davranış qaydası pozulmuşdur? Baxın, biz bayaqlar dedik ki, müəllim öz işgüzar nüfuzunu qoruyacaq hərəkətlərə, daha doğrusu ləkələyəcək hərəkətlərə və yaxud da ki, hərəkətsizliyə yol verməməlidir. Müəllim burada nə edir? Hərəkətsizlik eləyir. Yəni, uşağın dərsə davamiyyətində qeyri-sabitlik var, amma müəllim bunu görsə də heç bir hərəkət eləmir. Yəni, hərəkətsizlik eləyir. Bu da nəyin pozulmağı deməkdir? İşgüzar nüfuza hörmətin pozulmağı deməkdir. 16-cı sualın düzgün cavabı olur nə? C variantı. Sual 17. Müəllim şagirdlərə mövzu ilə bağlı tapşırıq verir, lakin müəllim müşahidə edir ki, sinifdə xaos yaranıb. Şagirdlər pıçıltı ilə bir-birindən tapşırığı necə edəcəklərini soruşurlar. Müəllim isə bunu eşitsə də şagirdlərə heç bir kömək eləmir. Bu situasiyada hansı etik davranış qaydası pozulmuşdur? Baxın, yuxarıda dediyimiz kimi, müəllim hər hansı bir hərəkət eləyirsə, işgüzar nüfuzunu pozacaq və yaxud da ki, hərəkətsizlik eləyirsə, işgüzar nüfuzunu pozacaq. Bu zaman hansı prinsip pozulur? İnsan hüquq, azadlıq, qanun maraqlarına və şərait ləyaqətinə, işgüzar nüfuzuna hörmət qaydası pozulmuş olur. Burada da gördüyümüz kimi müəllim şagirdlərin çətinlik çəkdiyini görür, amma heç bir kömək eləmir. Deməli, işgüzar nüfuzunu pozmuş olur. Bu da ona görə də olur 17-ci sualın cavabı B variantı. Sual 18. Müəllim kəsəgələri yoxlayan zaman valideynlərini tanıdığı şagirdin səhvlərinə göz yumur, onun tapşırıqlarını yüksək qiymətləndirir. Bu situasiyada etik davranış qaydalarından hansı pozulmuşdur? Üzr istəyirəm. Deməli, baxırıq ki, burada digər şəxslərin maraqlarını belə deyək, xidmət eləmək var və görürük ki, müəllim neynədir? Şagirdin nəticələri zəif olsa da, valideynlərini tanıdığı üçün valideynlərin maraqlarına görə şagirdi yüksək qiymətləndirdi. Bu da qərəzsizlik prinsipinin qaydasının pozulmağı deməkdir. 18-ci sualın düzgün cavab variantı olur B. Sual 19. Müəllim dərs zamanı şagirdlərdən birinin valideyninin törətdiyi hadisə haqqında olan məlumatları dəqiqləşdirmək üçün şagirdə müxtəlif suallar verir. Bu situasiyada etik davranış qaydalarından hansı pozulmuşdur? Baxın, burada deməli şagirdin valideyni hər hansı bir iş törədir və müəllim uşaqların, şagirdlərin içərisində bunu sual verir şagirdə dəqiqləşdirmək üçün. Bu düzgün yanaşma deyil, çünki burada biz gizliliyi pozmuş oluruq. Ola bilər ki, həmin şagirdlərin və yaxud da digər şəxslərin həmin məsələ ilə bağlı heç bir məlumatı yoxdur. Bu məlumat bizə deyək ki, kimdənsə çatıb və yaxud da biz onu özümüz bilirik. Bunu cəmiyyət içərisində vurğulamaq və şəxslərin belə deyək, şəxsi həyatları haqqında olan məsələləri hamıya bildirmək insanların hüquqlarına, azadlıqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət qaydasının pozulmağı deməkdir. Düzgün cavabımız olur B variantı. Sual 20. Müəllim şagirdləri olimpiyadalara hazırlamalı olduğu halda buna əhəmiyyət vermir və uşaqlarla bu məsələ ilə bağlı heç bir tədbir təşkil eləmir. Bu situasiyada etik davranış qaydalarından hansı pozulmuşdur?
Biz müəllim olaraq borcluyuq ki, uşaqları mütləq formada olimpiyadaya hazırlaşdıraq. Yəni bu bizim işimizdir, vəzifəmizdir, biz bunu yerinə yetirməliyik. Müəllim öz işini yerinə yetirmir, yəni hərəkətsizliyə yol verir burada, heç bir tədbir təşkil eləmir. Bu da işgüzar nüfuza hörmət qaydasının pozulmağı deməkdir. Ona görə də 20-ci sualın düzgün cavab variantı olur C. Bugünlük suallar bu qədər. Növbəti dərslərdə görüşərik. Sağ olun.